Tamam dostlar, bugün Aternos necə SMP sunucu qurulur onu öyrədəcəm. Birinci sunucu oluştururuq. Sonra yazılımı seçirik. Ben paper seçsəm, siz hansı seçin. Sonra burada eklentilərə giririk. Birinci skin restore yükləyək. Burada en son sürümü yükləyin. Sonra yeniden eklentilərə giririk. World paketi yükləyirik. Sonra burada en son sürümü yok. Burada hansı sizde olursa onu yükləyəsiniz. Bende bu 1.12, 1.18 bir olur. Onu yüklədim. Sonra placeholder API onu yükləyəcəyik. Burada hansı sürüm olursa siz de onu yükləyin. Sonra Multiverse Korean yükləyəcəyik. Bu birdən çox dünya oluşturmaq üçündür. Dostlar, burada en son sürümü yükləməyəsiniz. Açıqlamada qoymuşam hansını yükləyəsiniz. Sonra indi buraya yazırıq set lobby. Burada ortalamanı yükləyirik. Sonra ZMPC yazırıq bura. Burada ZMPC Plus'u yükləyin. Burada en son sürümü yok. 1.0.8 yükləyəsiniz. Çünkü bazı komutlar yoxdur en son sürümdə. Sonra bir dənə də plugindən işləməsi üçün də Vault yüklə. Sonra ayarlara girək. Siz Minecraft'ı almışsınızsa, pulunu almışsınızsa korsanı açmayın. Almamışsınızsa, Til Launcher'dən, Project Launcher'dən oynuyorsunuzsa korsanı mütləq açın, yoxsa giriş eləyə bilməzsiniz. Bu Java 17 eləyin. Java 21, Java 17 eləyin. Ben bir tane lobby map'i yükləyəcəm. İstəsəz açıqlamaya qoyuram linkini, oradan yükləyib atarsınız bura. Və lobby'ni bura atdıqdan sonra sunucunu başlatırıq. Sonra Minecraft açırıq. Və Minecraft açıldıqdan sonra çox oyuncuya basıb sunucunuzun IP'sini buraya yapıştırıb girirsiniz. Gözləyək sunucu açılsın. Sunucu açır bəndə. Sunucuya girdik. Mən yəsə burada 9. Özümə etki verməmişəm. Verim gərim. Özümə etki verdim. İndi mən bunu yəsə burada durup. Oyuncular oyuna girəndə orada spawn olmaq üçün bu komutu yazın. Bunu ortalayaq. Set lobby. Yazırıq. Sonra göndəririk. Oyuncular bura lobby yazanda gələcək. Sonra hub yazanda gələcək. Bir də ki spawn yazanda gələcəkdir. Hub yazıb gəlirik bura. Və indi bura mv set spawn yazırıq. İndi də burada da olacaq. Burada insanlar blok qırmaması üçün yazırıq mvms set game mode 2. O insanlar burada blok qıramayacaq. Mən qıra bilirəm çünki məndə operatorluq vardı. Yönetici olduğum üçün qıra bilirəm. Sonra burada heyvanlar və yaratıqların doğmaması üçün bu komutu yazırıq. Bu ad getməli çünki bir də yazırıq mvms set animals false. Getdilər. Sonra indi burada NPC oluşturmağı göstərəcəm sizə. Bunları bir qıraq. Birinci gəlirik bura belə.
Belə dururuq. ZMPC Create 1 Player. Və gördüyünüz kimi gəldi. Buna girəmirəm çünki bəzi kommentlər yazacağıq. Və yazırıq MV Create oluşturduğumuz dünyanın adını və normal yazırıq. Gözləyək dünya yüklənsin və yükləndi. Sonra sizdə açıqlamada qoyduğum linki buraya yapışdırırsınız. İndi oldu. Sizə indi kodlar verəcəm, onun açıqlamada verdiyim kodları buraya yapışdırın. Və indi getməliyik, amma bəzi nə verməliyik? İndi yazırıq Puppy Ecloud Download Player. Sonra yazırıq Puppy Ecloud Download Server. Sonra isə Puppy Ecloud Download World. Və bundan yazdıqdan sonra Puppy Reload atırıq. Və gördüyünüz kimi dünyaya girir. Belə videoların davamı gələcək. Sabah yəqin ki rankı atacağım. Luck verməsin. Gözləmədə qalın sabah. Oldu, hələlik kanala abunə olub like atmağı unutmayın. Sizə bu videonun açıqlamasında verəcəyim plugin-dən hansı sürümü yükləyəsiniz və hansı sürümü qoyasınız. Hələlik sağ olun.